Deməli, Cəlilabad rayon parkındayıq. Bu parkda yaşlı nəsil, gənc nəsil, hər kəs burada istirahət edir. Onsuz da burada skamya çatışmamazlığı var. Biri də bu haldadır, bu vəziyyətdədir, baxın. Baxın, görün. Baxın. Bu buradan gedir. Bu burada belə. O biri də elə. Yəni bundan istifadə eləmək mümkünsüzdür. Bunun dəqiq. Bu mümkünsüzdür. Buna da baxan yoxdur. Hər il azala-azala skameykalarımız indi bu başdan o başa 500 metrdən artıq bir məsafədir. Sayısı heç 5 dənə skameyka yoxdur. Yəni oturacaq yoxdur. Bu barədə indi mən çəkib verirəm öz qurumumuza, İctimai Nəzarət Təşkilatına. Onlar da aidiyyəti üzrə yəqin ki, məsələ qaldırarlar. Ondan sonra bu məsələni aradan qaldırarlar. Skameykaların da sayını artırmaq lazımdır. Bu birmənalı, mütləq vacibdir. Gülşümüz bağı istirahət eləmək üçün gözəl bir parkdır. Allah bunu parkı salanlara rəhmət eləsin. Onlar çoxdan dünyasındadır. Biz də gəlib burada istirahət edirik. Hər gün mən burada neçə dairə hərlənirəm ki, qan dövranır. Həkim məsləhətinə nəysə, xəstəliyinlə bağlı. Gözəl bir parkdır. Bunu qorumaq lazımdır, saxlamaq lazımdır ki, gələcək nəsildə istifadə eləyə bilsin. Elə indi bunun abadlığı indidən pozularsa, yəni bu oturacaqlar rəsmi vacibdir. Elə insanlar ayaqüstə gəzməli deyil ki, oturub istirahət eləməlidir. Nəysə, inşallah mən elə bilirəm ki, bu barədə bir ölçü götürürlər.